Deyirlər bir kişinin uzun müddət övladı olmurmuş. Allaha çox yalvarır ki, ona bir övlad versin. Və əhd edir ki, əgər övladım olsa, Allah eşqinə ona hər gün bir şillə vuracam ki, Allahı yaddan çıxarmayın, onu unutmayın. Çünki mənə övladı bəxş edən axı Allahdır. İllər keçir, bu kişinin bir oğlu olur. Başlayır elə ilk gündən oğluna şillə vurmağa. Arvadı kişini danlayır, deyir ki, uşağa da şillə vurarlar. Sənin insafın yoxmu? Kişi deyir, arvad, Allahla mənim işimə qarışma. Mən onunla şərt kəsmişəm. Şərti pozaramsa, qorxuram Allah oğlumu əlimdən alır. Bu minvalla uşaq məktəbə gedir. Orta məktəbi bitirib ali təhsil alır. Vaxt olur ki, ailə qurub oğul uşaq sahib olur. Ata öz adəti üzrə hər gün ona bir şillə vurur. Bir gün yenə də ata şillə vuranda oğlu atanın üzünə baxıb heç nə demədən bikef halda həyata düşür. Ata təəccüb edir ki, oğlu niyə incidir? Həyata düşüb oğlunu gəzir. Görür ki, oğlu bir xəlvəti yerə çəkilib, için ağlayır. Kişi çox pis olur. Oğlunu qucaqlayıb üzündən öpür. Deyir ki, oğul, görünür bugün mən səni bərk vurdum. Əgər elədirsə, məni bağışla, oğul. Neynim ki, Allahla şərtim var, oğul. Əgər mən sənə hər gün bir şillə vurmasa, Allaha verdiyim əhdi pozmuş olaram, oğul. Məndən incimə. Oğlu deyir ki, ata, məni ağladan o şillə deyil. Məni ağladan odur ki, mən bugün ilk dəfə olaraq sənin qocaldığını hiss etmişəm. Bugün vurduğun şillənin təsiri əvvəlkilərdən zəif idi. Atamdan aldığım şillənin dadı getməyib hələ də qulağımdadır. Bugün qazandığım ən böyük uğur deyirəm bəlkə də elə ondadır.